Selamun Aleyküm ve Rahmetullah Şeyh. Aleyküm salam rahmetullah. Şeyh, cəmiyyətdə eşidirik ki, deyirlər filan kəsə cadı olunub və yaxud da ona nəsə olur, deyir ki, mənə cadı olunub. Ümumən İslam dini cadının baş verməsini haqq görürmü? Elhamdülillah, bilirsiniz, düzdür, cadı var. Cadı var, haqdır. Tilsimdir və s. Cadının növlərindəndir. Lakin, yəni bilirsiniz, insanlarda belə bir şey var da, nə oldu? Dərhal fikirləşirlər ki, cadı olub. Amma cadıdan qabaq göz var. Göz və çox vaxt nə olur? Göz dəyir. Gözdəymə olur. Cadı ola bilər. Amma cadını gözdəymə ilə müqayisə eləsək, cadı çox az olur. Əsasən göz dəyir. Ona görə bizdə insanlar elə bilmirlər, elə deyirlər ki, nə oldu? Cadı, cadı. Bu bir. İkinci də cadı bəli, haqdır, belə şey var. Müəyyən adamlar eləyirlər, şeytanlar, şeytana qulluq eləyənlər. Özü böyük günahdır. O, gedmək falçılığa yanına. Falçılıq ümumiyyətlə böyük günahdır, küfürdür. Küfür. Və hələ adamların yanına gedmək olmaz. Hələ adamların yanına gedmək olmaz. Əgər sən xoşbəxt olmaq istəyirsənsə, varlı olmaq istəyirsənsə, istəyirsən Mercedesin olsun, istəyirsən 10 mərtəbəli evin olsun, gelirsən kimisə yanına neysə yazdırmağa. Biz elə yazardıq da gecə-gündüz özümüz üçün. Yəni, boş söhbətlər də olur. Hələ adamların yanına gedməyin. Onlar sadəcə cəmiyyətdə insanların dini maarifçiliyin zəif olduğuna görə onların savadsız olmaqlarından istifadə edirlər. Savadsız da bilmir, hara gəldi əl atmaq istəyir. Xüsusən də xoşbəxt olmağı üçün, nə üçün. Gedir ora, ümid bağlayır, o da istifadə edir, gəl, mən dua yazım sənə. Onlar hamısı savadsızlıqdır. Din elə şeylər qadağan eləyir. Əksinə, küfürdən sayır onu. Küfür, yəni, insan onunla dindən çıxa bilər. Ehtiyatlı olmaq lazımdır. Olmaz hələ şeylərlə. Amma cadı, bəli, cadı var. Cadı eləyə bilərlər. Amma çox vaxt nə olur? Göz dəyir. Göz dəymə. Hələ cadı da, fal da elə eyni, yaxındır bir-birinə. Fal sadəcə geniş mənasıdır onun. Amma o ki, qaldı, cadı təsir eləyə bilər, eləyə bilməz, o həmişə olmur. O da Allahın izni ilə olur. Allahın izni olmasa heç nə olmaz. Allahın izni olmada heç nə olmaz. Yəni, hər halda ondan qorunmaq üçün Allahla olmaq lazımdır. Allahın ibadət eləmək lazımdır. Ona dua eləmək lazımdır. Quranla özü müalicə eləmək lazımdır. Çünki elə xəstəliklər var ki, tibb acizdir onda. Tibb acizdir. Allah Taala da Quranı elə belə göndərmir baxı. Bəli, o bizə həyat tərzimizdir, bizə göstərir necə yaşamaq lazımdır bu dünyada. Ahirəti necə qazanmaq olar. Necə saadətə çatmaq olar bu dünyada və ahirətdə. Həmçinin o bizə üçün şəfadır, möminlər üçün. Aydındır. Allah sizdən razı olsun.